Не, я спрашивал вопрос, я Я не считаю нужным. Sən niyə işə gecikirsən? Mən işə gecikməmişəm. Nətər gecikməmişəm? Biz saat neçədən işə başlayırıq? Saat 10-dan. İndi saat neçədir? Saat 9:97. Mənim ələm 3 dəqiqəm var. Ay qardaş, başqa variantın yoxdur. Bunun pulunu ödəməlisən sən. Hə, mən burada nəsə alanda heç vaxt ödəniş eləmirəm. Necə ödəniş eləmirəm? Oğurlayıb qaçırsan. Sən burada deyəsən təzə işlisən, hə? Təzə işçi də olsan tupoy deyiləm. Gözdə qoy bir dənə müdirə yığam. İndi bildim mən kimə? Ay, kim olacaqsan? Sən elə müdirin telefonunu doğramısan. Qardaşım bir dənə işi düşüb sənə. Qulaq as, 50 manat verdə 3 gündən sonra səni qaytaracağam. Bu bir dənə baxım var. Sən bax. 50 yox deyə 100 deyə qardaş. 50 yoxdursa gözlə. Məndə 50 var. O 100-ü mənə ver. Götür. Sağ ol. Bir dəqiqə, Əli. Hə? Sənə 50 lazım deyildi. Hə, 50. Var da 50. Gəl 50-ni, 100-ü ver mənə. Hə, Söz götür, amma 3 günə qaytar ha. Ha, dediyim kimdə söz, 3 günə səndədir. Sağ ol. Sağ ol, Əli. Hə, bir dəqiqə. Pulun var? Var. Göstər. Hə, keç. Bu krasovkanı çox bəyəndim, amma burası yaşıl olan yox, qara olanı var. Ay qardaşım, olan budur. Bax, alırsan al, almırsan alma. Bax, malın hazırdır qardaşım. 89 manat verir. 100 manatdır. Yerdə qalandı ki, mənim sahibimdir. 100 dəfə gəlmirsən, heç nə almamısan. Endirim yoxdur. Müdirlə danışmaq olmaz. Elə buranın müdiri öz mən bu gündən. Başa düşdün? Getdi. Get də. Salam əleykum. Salam, xoş gəlmisiniz. Yeni gələn məhsulunuzdur. Yeni gələn krasovkamızdır, New Balance. Hansı ölçü geyinirsiniz, verim sizə. Yaxşısan qardaş. Deyən görüm ha. Bu nə da? Bu da niyə belə sürüşkəndir? Bura sürüşkən deyil, bu bilsən nədir? Sən içəri girəndən mən sənin fikir verirəm. Gələn müştəriyə çiyin atırsan, salam verirəm, salamımı almırsan, bütün məhsulları dağıdırsan. Ona görə bax yıxıldın, yerə dəydin. Bu özündən razı olmağının əlaməti idi. Ay kişi, mağazanı təmizləmək lazımdır. Mənim üçün burada nağıl danışma. Bildin ha? Dədə dağıldı kəllədən. Bu nə isə ha? Sənə borculuq yaraşmır. Çalış biraz bu həyatda sadə olasan. Neçədir bu? 165 manat. O dəstdən bir dənə də var, mən də istəyirəm. Yox qardaş, axırıncısı idi. Ödəniş qat nə olacaq? Buyurun. Keçmədi qardaş. Yox, alınmadı. Kartınızda deyəsən pul yoxdur qardaşım. Qardaş, çox sağ ol. Keçdi. Ay, nə var, nə yox? Mən niyə çağırmışdın? Bir nəfər gəlmişdi, sənin adını verdi. Aha. Deməli gəlib, bir sport dəsti istəyir, bir də krasovka. Amma nisyə istəyir. Nisiyonə də, yəqin ki vermədin də. Əli, mən tupoyuz adam ona nisyə mal verir. Qulaq as, o mənim adımı çəkmişdi. Sən necə buna mal vermədin? Elə sənin adını çəkdi vermədim də. Başqa birinin adını çəksəydi çoxdan vermişdi. Pul yoxdur. Qardaşım yoxdur. Bax sən öl yoxdur. Nağdı yoxdur. Cibimdə yoxdur. Heç kartda da yoxdur. Olsa mən sənə niyə yalan danışım ki? Qaqaş sənin yoxdur. Əvvəl sən öl yoxdur. Vəziyyət pisdir. İnansan heç kim pul tapa bilmir. Olsa verərəm də mən. Bir dənə gözlə, gözə mən zəng gəlir. Ayzın həyatım. Hə, nə? Sumka neçədir ki? 500 manat. Qurban sənə. Gözlə bax, indi məndə kartda 1000 manat var, atacam o sənə. Hə, oradan alarsan. Hə. Hə, yaxşı. Hə, qardaşım. Olsa mən... Bax, sən öl yoxdur. Olsa mən sənə deyəm yoxdur ki. Bir dəqiqə gözlə. Qardaşım, geyim almağa pulum var. Borc verməyə pulum yoxdur. Bax, sən öl yoxdur.
Salam. Aleykümsalam. Mən bu yay sport dərsini götürmək istəyirəm. Çox gözəl. Mən sizin müdiriniz Əli bəyin dostuyam. Özü yox idi burada. Yox, təəssüf ki, yoxdur. Çox Gedib. heyif. Onda özüm ödənən şey. Bəli, zəhmət olmasa ödəniş eləyin. Sağ ol. Özüm burada olmamalı. Qardaşım, Gündüz, xoş Aha, gəlmisən. süper. Xoş ödəniş eləmisən. Sən başın. Ayıb deyil, mənim qardaşımla ödəniş alırsınız siz. Elədim də. Müəllim, narahat olmayın, onsuz ödəniş olmadı çünki kartında pul yox idi. Görəsən o ödəyərdi mən yenə də. Ayıb yoxdur, narahat olmayın. Ay, yaxşı, dalını götür, mənim hesabıma da. Hə, çox sağ ol. Necəsən? Vəziyyət sağ ol. Necə? Sağ ol. Evdə yaşayırıq. Neçə vaxt görmürük. Nədir, sağ olsun. Çox sağ ol. Dəyməz də, hə, yaxşı. Assalomu alaykum, bratim.